Azərbaycanda son saatlarda baş verən yol nəqliyyat hadisələri ölü və xəsarət alanlarla nəticələnib. Gəncə şəhərində hərəkətdə olan Kia markalı avtomobil qəfil yoldan çıxaraq Darbazaya çırpılıb. Məlum olub ki, avtomobilin sürücüsü 1977-ci il təvəllüdlü Rəşid Allahverdiyev qəzadan əvvəl sükan arxasında özünü pis hiss edib. İlkin ehtimala görə o ürək tutması keçirərək hadisə yerində həyatını itirib. Bu səbəbdən avtomobili idarə etmədən çıxıb faktla bağlı araşdırma aparılır. Lerik rayonunda isə Lənkəran Lerik avtomobil yolunda baş verən qəzada bir ailənin 3 üzvü və daha bir nəfər xəsarət alıb. Astara rayon sakini Elnur Qurbanlının idarə etdiyi Opel markalı avtomobil idarə etmədən çıxaraq dərəyə aşıb. Nəticədə sürücü, həyat yoldaşı Aidə Qurbanlı, onların 5 yaşlı övladı və sərnişin Rəvanə Əliyeva müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar hadisə yerinə xəstəxanaya çatdırılıb. Tovuzda qeydə alınan ağır yol qəzası isə ölümlə nəticələnib. Qəza zamanı Vaz 2106 markalı avtomobili idarə edən 2006-cı il təvəllüdlü Nəsimi Rəhimov hadisə yerində həyatını itirib. Onun Naxçıvan Dövlət Universitetinin 3-cü kurs tələbəsi olduğu bildirilib. Hər üç faktı üzrə aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır.